It's me, your teacher Gülnar again. Belə ki, bilirsiniz ki, son zamanlar self-improvement, özünü inkişaf haqqında inanılmaz çox danışılır. Hər yerdə çox danışılır. Kitablar, Pinterest, Instagram, vloglar, podcastlar və s. və laxır. Amma mən bugün bu videoda sizə hər kəsin danışarkən, şəxsi inkişaf haqqında danışarkən göz ardı etdiyi və bir növ demədiyi, gizlətdiyi məqamları deməyə gəlmişəm ki, öz təcrübənizi başqalarının təcrübəsi ilə müqayisə edib bəzən yetərsiz hiss eləyəndə xatırlayasınız ki, bu yol hamımızın təcrübəsində var və hamımızın təcrübəsi oralardan keçir. Gəlin başlayaq. Belə ki, self-improvementdan danışanda hər kəs ancaq nəticəni göstərir, amma prosesi göstərmir. İllərdir öz üzərində işləyən, özünü inkişaf etdirməyə çalışan, hər tərəfli şəkildə inkişaf etdirməyə çalışan, yəni həyatımda uzun bir müddətdir yoga, idman kimi mövzular var, disiplin, sağlam qidalanma. Eləcə də həm Dream Language School kursu idarə edirəm, həm dərslər keçirəm, həm kitablarım hazır olur, çap olunur, həm kontentlər yaradıram və s. Yəni məşğul biri olaraq, belə deyim, stressdən uzaq qalmağa, produktiv olub işlərimi çatdırmağa və s. və laxır kimi məsələlərə nail olmaq üçün mən də uzun illərdir yəni öz üzərimdə işləyirəm və ona görə də istəyirəm sizinlə təcrübəmi paylaşım ki, bu periodda hər kəs bəzən nəticəni göstərir. Misal üçün bir kitab yazıram və bu kitab hazır oldu. Hər kəs nəticəni göstərir və digər artıq yetərsiz hiss edir ki, bu insan kitab çap elədi, biz onunla eyni pozisiyadayıq, eyni təcrübədəyik, o kitab yaza bilirsə mən niyə yaza bilmirəm? Amma burada prosesi göstərmək də çox önəmlidir. Çünki mən deyərdim ki, birinci vurğulanmayan şey və vurğulanmalı olan şey budur ki, self-improvement əslində romantik bir şey deyil. Və bu uzun bir yoldur və çox böyük əziyyət tələb edən bir yoldur. Prosesi göstərmək də çox önəmlidir. Çünki mən bəzən kitabımı yazdım. Ən son nəşr olunan kitabım English in 100 Days 500 səhifəyə yaxın nəhəng bir kitabdır və çox qlobal olmasını nəzərdə tuturam. İngilis dilini 100 gün ərzində öyrənmək üçün bütün toolları daxil etməyə çalışmışam və üzərində çox gərgin əmək sərf eləmişəm. Və orada mən bəzən proses də paylaşırdım öz Instagram hesabımdakı. Misal üçün, müəyyən vaxta qədər kitabı çatdırmalıyam. Biz artıq nəşriyyatla danışmışıq. Amma mən miqrənlə, baş ağrısından əziyyət çəkirəm. Amma oturub işləyirəm kitabın arxasında. Yəni gedib uzanıb yata bilərəm, istirahət eləyə bilərəm. Amma bu an mən o kitabın arxasında oturmuşam, kompüterin daha doğrusu arxasında oturmuşam və kitabın üzərində işləyirəm. Yəni bunun bu tərəfləri, proses tərəfləri də görünməlidir. Çünki biz ancaq nə görürük? Bəzən mən də paylaşıram. Olur, romantik bir masadır, orada çox bəzəkli bir planerdir, çox estetik bir planerdir. Onun yanında estetik bir belə deyim fincanda qəhvə görürük və notebook görürük və s. bütün bu şeyləri görürük. Amma onun arxa planında gözündə eynək, bəzən gecə saat 2-yə qədər, 3-ə qədər çatdırmaq üçün işləmək var. Bu baş ağrılarına, halsızlığa, yorğunluğa gətirib çıxara bilər. Bu şeyləri də paylaşmaq lazımdır ki, siz biləsiniz ki, doğrudan da hər kəs yəni bilsin ki, doğrudan da reallıq bundan ibarətdir. Böyük bir əmək var, arxasında əziyyət də var bu estetikadan başqa. Demək odur ki, burada nəticəsini gördüyümüz şeylər, kitabın nəşr olunmağı və s. Səhərlər romantik bir fincanda, estetik bir fincanda, kofe və planerli bir masadan ibarət deyil. Bəzən yorğunluqdur, bəzən motivasiyanın olmamasıdır, bəzən tək qalmaqdır, bəzən bezməkdir, bəzən baş ağrısıdır. Və bütün bu reallıqları qəbul edəndə o gördüyümüz və bəzən bizi yetərsiz hiss etdirə bilən nəticələr gəlir. İkinci demək istədiyim ən vacib məsələlərdən biri budur ki, özünü inkişaf bəzən çox darıxdırıcı olur. Çünki eyni şeyləri hər gün təkrarlamaq lazımdır, hər gün sürdürmək lazımdır, hər gün vaxt ayırmaq lazımdır və hər gün bunlarla məşğul olmaq lazımdır. Bu bəzən çox sıxıcı və darıxdırıcıdır və bəzən proses ərzində bu proses, bu mərhələ səssiz getdiyinə görə bəzən kənardan görülmür bu məsələ. Amma çox önəmlidir ki, siz eyni disiplinlə, eyni həvəslə, bəzən həvəssiz də olsanız fərqi yoxdur. Həmin o eyni işin arxasında bəzən 6 ay, hansı ki mən düz 6 ay boyunca kitabın üstünü işlədim. Sıxılmadan, sıxılsaz belə başqa şansınız yoxdur, o işin üzərində oturmağı bacarmalısınız. Məni yaxından tanıyan insanlar bilir ki, mən səyahəti çox sevirəm. Ancaq bayaq vurğuladığım kimi işlərim çox olduğu üçün, əgər mən sıx-sıx səyahətə gedirəmsə, o dövrdə mənim əlavə bir şey yaratmağım mümkün deyil. Ona görə də sırf bu kitabı yaratdığım dövrdə demək olar ki, 5-6 ay heç bir səyahət planı salmadım. Sadəcə evdəyəm, işə gəlirəm, evə gedirəm, arada 1-2 günlük bəzən istirahət götürə bilərəm, amma arada heç bir həftəlik, 10 günlük səyahət planı yoxdur. Çünki bütün o 5-6 ayımı buna sərf eləyərək mən ortaya bir məhsul çıxardıram. Bunlar proses ərzində dediyim kimi sakit gedir deyə görünmür, amma çox önəmli məsələlərdir.
Üçüncü çox vacib bir məsələ odur ki, özünü inkişaf, öz üzərində işləmək, müəyyən məhsul yaratmaq, bu kimi şeylər bəzən səni narahat eləyəcək. Çünki sən artıq burada özünün keçmiş versiyanı buraxırsan və komfort zonundan çıxırsan. Bizim vərdişlərimiz, keçmiş versiyamız, bizi xoşbəxt edən şeylər bizim komfort zonamızdır. Misal üçün, səyahət mənim komfort zonamdır və çox sevdiyim bir şeydir. Amma sən yeni bir şey yaratmaq istəyirsənsə, bir söz var, çox sevdiyim bir quote var, deyir ki, eyni şeyləri təkrarlayaraq fərqli nəticə gözləyə bilmərik. Artıq sən fərqli bir şey, yeni bir şey yaratmaq istəyirsənsə, sən məcbursan ki, ortaya da yeni vərdişlər çıxsın, yeni bir həyat qurasan, yeni bir stil qurasan özünə və bəzən bu sizi çox narahat edə bilər, çünki bu bizim komfort zonamızdan çıxmağımızı tələb edən bir şeydir. Amma önəmli olan o narahatlıqla qalıb onu davam etdirməkdir. Demək istədiyim ən vacib şeylərdən birisi odur ki, özünü inkişaf xətti bir proses deyil. Bu dalğalanan bir prosesdir, qalxıb enən bir prosesdir. Çünki bəzən olur ki, şəxsi inkişafdan danışanda, daha doğrusu buna başlayanda biz fikirləşirik ki, bundan sonra mənim həyatım möhtəşəm gedəcək. Mən artıq hər gün eyni vaxtda dururam, idman edirəm, sağlam qidalanıram, kitablar oxuyuram, mütaliə edirəm, öz işlərimin üzərində işləyirəm, bunlara zaman sərf edirəm və elə bilirik ki, bu həmişə artan xəttə gedəcək. Amma çox təəssüf ki, belə deyil. Dediyim kimi, şəxsi inkişaf xətti bir proses deyil. Bəzən bunun düşən vaxtları da olacaq, bəzən motivasiyanız düşəcək, bəzən ümumiyyətlə xəstələnəcəksiniz, bəzən həvəsiniz olmayacaq, bəzən etdiyiniz bir şey alınmayacaq ümumiyyətlə. Yəni, bu həmişə qalxıb düşən bir prosesdir. Elə həyat kimi, həyat bizə nə gətirəcəyi bilmirik. Ona görə də önəmli olan odur ki, mən şəxsi inkişafa başladımsa, bundan sonra hər şey artan xəttlə və çox gözəl gedəcək. Yox, bəzən bunun düşən günləri də olacaq, amma önəmli olan nəticənin nə olmağından asılı olmayaraq inamla davam eləməkdir. Bəzi günlər olacaq ki, özündən çox məmnun olacaqsan ki, əla gedirəm. Amma bəzi günlər olacaq ki, geri qaldığını hiss edəcəksən, düşünəcəksən ki, mən geri qalıram. Burada problem, məsələ inkişafın niyə xətti şəkildə davam etməməsi və inkişafın yavaş getməsi deyil. Problem bizim sürətli nəticə gözləməyimizdir. Biz artıq, mən tələbələrimdə də bunun çox şahid olmuşam. Bu dil öyrənmək üçün də keçərli bir şeydir. Tələbə başlayır və listening reading işləyir, məsələn, IELTS-də 3 dərs sonra deyir ki, niyə mənim nəticəm 7-5-8-ə qalxmır? 3-4 dərsə artıq 3 aylıq bir prosesdir IELTS, 24 dərslik bir prosesdir və tələbə 3 aylıq bir prosesdə ilk 2 həftədən sonra motivasiyadan düşür ki, niyə mənim nəticəm qalxmadı 7-7-5-ə? Amma qəbul etmək lazımdır ki, biz çox sürətli nəticə bizim daha doğrusu çox sürətli nəticə gözləməyimiz bunu dəyişmir. Önəmli olan davam eləməkdir və nəticəyə yox, prosesə fokuslanmalıdır. Növbəti ən önəmli məsələlərdən biri isə budur ki, şəxsi inkişaf, self-improvement dediyimiz şey heç zaman bitmir. Bu heç vaxt bitmir. Çünki bir məqsədə çatırsan, digər açılır. Birinə çatdın, daha sonra başqa bir şey istəyirsən, səviyyəni daha çox yüksəldirsən, vizyonun daha çox artır, növbətisini istəyirsən. Bu əslində səhv bir şey deyil, təbii bir prosesdir. Mən misal üçün IELTS konfransı var, İngilis müəllimlərinin beynəlxalq konfransıdır. İngiltərədə o konfransda iştirak eləməyi çox istəyirdim. Getdim, birinci il iştirak elədim və iştirak eləyəndən sonra artıq düşündüm ki, oh my god, mənim növbəti arzum, növbəti məqsədim burada çıxış eləməkdir. Mən artıq bu konfransda speaker olmaq istəyirəm, listener yox. Və gəldim, müraciət elədim, indi inşallah bu ilki konfransda artıq speaker kimi çıxış eləyəcəm və bununla da mənim bununla bağlı məqsədlərim bitmiş olmayacaq. Bəlkə də başqa bir məqsəd açılacaq, bəlkə də konfransda başqa bir, bilmirəm, bəlkə yəni köməkçi bir təşkilat yaratmaq istəyəcəm, bəlkə onun ölkəmizdəki filialını yaratmaq istəyəcəm, başqa bir şey istəyəcəm. Yəni bir məqsədə çatdıqca qarşımızda yeni məqsəd, yeni yollar açıldığı üçün bu heç vaxt bitən bir proses deyil və təbiidir, prosesin bir parçası. Və ən önəmli şeylərdən biri isə odur ki, self-improvement başqaları üçün deyil, özümüz üçün olan bir şey olmalıdır. Çünki biz əgər bunu başqalarının özümüzü göstərmək, başqalarının bizi necə görmək istədiyini düşünərək ona adaptasiya olmaq üçün eləsək, o zaman tez motivasiyadan düşərik. Çünki xaricdən gələn motivasiyalar bizi uzun müddətli saxlamır. Əsas məsələ bunu özün üçün etməkdir. Bilirsən ki, şuurlu şəkildə hər gün davam edərək, onda motivasiyamız daha gec bitəcək. Çünki biz özümüzün daha yaxşı versiyası olmaq üçün, özümüzün bir məqsədinə çatmaq üçün çalışırıq və bu da bizi bu yolda davam etdirən şeylərdən ən önəmlisidir. Çox sevdiyim kitablardan biri, hansı ki YouTube kanalımda da onun videosunu yerləşdirmişəm, book review videosunu yerləşdirmişəm, Atomic Habits. Kitabının da əsas ideyası bundan ibarətdir və çox sevdiyim bir fikirdir ki, inkişaf böyük sıçrayışlarla olmur. Hər gün təkrar edilən kiçik addımlarla gəlir. Və bu çox önəmlidir. Bir anda həyatınız dəyişməyəcək. Bir anda siz inkişaf edib bambaşqa bir insan olmayacaqsınız. Bir müddət olacaq kiçik addımları, çox gözlə görünməyən 5 dəqiqə, 10 dəqiqə belə vaxtınızı alacaq kiçik addımları təkrar disiplinlə davam etdirərək inkişafa çata bilərik. Belə, dediyim kimi, bu videoda çalışacağım
çalışdım ki, şəxsi inkişafın romantik olmayan, real olan və heç kimin demək olar haqqında danışmadığı tərəflərindən də danışım. Çünki biz ancaq bu prosesi real gözlə görüb, real qəbul etsək davam etməyə motivasiyamız olacaq və bu yol bizim üçün asan olacaq. Çünki bunun güllü çiçəkli bir yol olduğunu düşünüb yola çıxsaq, yolda qarşımıza maneələr çıxanda biz tez həvəsdən düşüb qayıda bilərik. Amma öncədən bilirik ki, bu yolda bizi gül çiçəklərlə yanaşı tikanlar və maneələr də gözləyir. O zaman biz artıq həvəsdən, motivasiyadan düşmədən daha böyük disiplinlə yolumuza davam edə bilərik. Video çox uzana bilərdi, amma çalışdım ki, sizi çox yormayım. Mənim üçün önəmli olan hər kəsin eşitməsini istədiyim ən vacib məqamları vurğulamağa çalışdım. Ümid edirəm ki, sizin üçün faydalı olacaq, yolunuza bir töhfə olacaq. Uğurlar!